ki düzbucaqlının eni 28, uzunluğu 56 santimetrdir. Bu düzbucaqlını itkisiz kvadratlara böldülər. En büyük kvadratın tərəfinin uzunluğu en çoxu neçə santimetrdir? Baxın, 28 və 56. Eləmi? İtkisiz kvadratlara bölmək üçün, yəni əbob 28 və 56-ya ortaq bölən lazımdır bizə. Belə çıxır ki, 28 və 56-nın ortaq böləni neçədir? Elə 28-in özü. Çünki 56 da 28-ə bölünür, 28-də. Yəni 56-nı da 2 yerə böləndə, çünki ən böyük kvadrat deyir. 56-nı da 28-ə böləndə, baxın, hər tərəfi 28 olan kvadrat alınır. Əslində deyə bilərsiniz ki, 56 və 28 7-yə də bölünür. Doğrudur, 4-ə də bölünür. Bəli, 7-yə də 4-ə də bölüb yaza bilərik. Amma bizdən ən böyük kvadrat istədiyinə görə ən böyüyü 28 cavabı olur. 70-də nə deyir burada? Gəlin şəkil üzərində baxaq. Şəkildə bucaqlar verilib. Bizdən B, D, C-ni istəyir. B, D, C-ni. Buranı istəyir. Necə tapa bilərik? Baxın, bu 90-dırsa, aydındır ki, bu tərəfdə 90-dır. 100-dürsə, açıq bucağa görə burada 180-dir. 180 olması üçün. 360 dərəcə çıxacağıq. Niyə 360-dan çıxırıq? Bir dəqiqə göstərim. Baxın, bu özü bir 4 bucaqlı əmələ gətirir. 4 bucaqlının daxili bucaqları cəmi 360-dır. 360-dan çıxacağıq. 90 üstə gəl 70, üstə gəl 80. Bizə verəcək 360-dan çıxanda 160, 240 bərabərdir 120. Bu qədər sadə. Buranı 120 tapmışıqsa qarşılıqlı bucaqlıda D bucağı. Bu da olacaq 120. C variantı. Hər kəsə salam. Bu videomda neçə dərəcədir? Gəlin baxaq. X nədir? Bu görürsünüzmü? Qarşılıqlı bucaqları. Demişdik qarşılıqlı bucaqlar bərabərdir. Yəni burada 60 bərabərdir. X üstə gəl 15. X bərabərliyin bir tərəfində qalsa 60-dan 15 çıxırıq. X neçə dərəcə olacaq uşaqlar? 45 dərəcə. Dərəcəni biraz böyük yazdıq, eybi yox. A variantı da 51-də. Hər kəsə salam. Qeyd etmək istəyirəm ki, bundan sonra kanalımda olan yeni model monitorinqlərə hazırlıq 6 sinif kitabında riyaziyyat bölməsinə aid monitorinq sınaqlarının hamısı və yekun monitorinqin 12 sınağının hamısının izahı ödənişli olacaq. Cəmi 2 manata bütün bunların izahını əldə edə bilərsiniz. Ödənişi etdikdən sonra sizə playlistdə olan videoların linki təqdim ediləcək və siz daxil olaraq istənilən izahı, video izaha baxa bilərsiniz. Bütün bunların izahı cəmi 2 azeynədir. WhatsApp nömrəsi ilə əlaqə saxlayın. Sizə kartın nömrəsi təqdim olunacaq. Ödəniş etdikdən sonra link göndəriləcək. Daxil olub izahlara baxa bilərsiniz.